salam dostlar. Mən Ayxan. Məndən Hakim. Bu gün sizlərlə bir yerdə Brawl Stars oynayacağıq. Gəlin gedək. Baxaq görək axırımız nətər olacaq. Boss imkansız moddadır, ən çətin modunda. Bunu udmaq biraz çətin olacaq dostlar. Burada qəşəng kombolardan bir tanesi də Grifiko kombosudur. Hal-hazırda elə onu eləyirik. Amma biraz dozlamaq da olmalıdır. Yoxsa tez ölə bilərsiniz. Dostlar, Rico Poco kombosu da yaxşı gedir. Siz iki kombodan birini deneyə bilərsiniz istəsəniz. Yəni qısacası çox hasar verən və can verənlər iş görə bilir. İndi daha görək bunu öldürə bilərsinizmi? Yəni bu hayda alınmalı. Bu imkansız, həqiqətən də imkansız kimi bir şeydir dostlar. Mən Poco alım, baxım görüm nə olacaq. Dostlar, belədir. Asan bir şeydir. Poco Rico'ya can basacaq. Rico da boşa vuracaq. Yəni adi olmalı qaydadadır. Yəni dostlar, çox asan bir qaydadır. İnşallah uda bilərik. İnşallah tam olaraq udarıq. Amma elə bil bu biraz çətin olacaq dostlar. Poco heç hasar da verə bilmir. Komanda yoldaşı öləndə iş Poco'ya qalır. Yazıq Poco neynəsin? Heç nə vura bilmir. Dostlar, özümü biraz can basıram. İyiləşim en azından. Dostlar, mən də gəldim. Gəldin Natim, xoş gəldin. İndi baxaq görək bu axır nə olacaq. Qaç buradan, o məni öldürəcək. Dostlar, deyəsən bu Poco'nun bir dənə yıldız gücü və aksesuarı olmalıdır. Poco mühendisini vuranda iyiləşdirir bəzi adamlar deyəsən onlar sayesinde. Onda mənim də həmişə ən çox can verənləri seçdim. İndi baxaq görək qəşəng bir şey ola biləcəkmi? Bu boss həm zəhərləyir, həm də çox dəhşət hasarlar vurur. Və bu boss'un ən pis özelliği dev oxtardır. Dostlar, bu arada mənim yanıma bir boss gəldi. Sən mənim qabağıma heç can verəcəm, can. Yəni eləyəsinizsə Poco və bu iyiləşdirən yıldız gücünüzü alın. Hayda! Aksesuarım dolmuşdu ulti ilə. Dostlar, Rico ölsə Poco iş görmür. Problem buradadır. Amma oyunda dərd burasıdır ki, elə karakter yoxdur. Həm can verən, həm suda olan. Yəni oyunda elə karakter çox çətin olur. Olar və ya heç yoxdur. Ona görə biz Grifiko kombosu ilə davam edəcəyik. Dostlar, biz ekran arkası görüşüb bir yerdə Rico və Grifi denemişdik. Yaşanç hasar vurmuşduq, amma yenə boss bizi öldürmüşdü. Çünki bu boss həddən artıq güclüdür. Yəni çox OP eləyiblər. Dostlar, mən əvvəlcə normal modunu oynadım, dedim yayın asan dolar. Sonra gördüm çılgında çox zorlanmaya başladı. Bu çılgında da çətinlənir, özü çox güclüdür boss'un. Dostlar, bilinmir bu nə vaxt balacadır, nə vaxt böyük. Bəzən arada bilinir, bəzən birisini uzun müddət gözlədir, böyüyü, bəzən də heç gözlətmir deyə bilinmir onu nə vaxt atacaq. Dostlar, bizə həm çox vuran, həm kendi kendini iyiləşdirə bilən bir karakter lazımdır. O Kenshi ola bilər,
Amma bir dənə problemimiz var. İçimizdə də kənc yoxdur. Bəli dostlar, ikimizdə də 7 tane efsanevi eksikli. Onların içində də Kenji də var. İndi bir də əslində Spike da ola bilərdi. Aksesuarı ilə, vuruşları ilə həddən artıq çox hasar verə bilər. Dostlar elə Onsuz bir dənə adam Spike eləyib burana udubmuş. Eşitdiyimə görə. dostlar demək olar Spike'da ən çox vuranlardan biri də oldu. Spike'ın hasar çox olduğu üçün bura biraz qəşəng gedər. Amma mənə bunlar riyazi elə bil bu Angelo məni hara gedəcəyimi hesablayaraq riyazi bir atış eləyir. Dostlar gördüğünüz kimi dostlar bu mənlərdən ən yaxşı çalışıyor. Dostlar, amma bu məni çox darıyır. Dostlar məncə biz bu boss'u bırakaq fakasına taktiklər. Hə dostlar, salamatı biz bir dənə kupa kasaq. Dostlar mənim bildiyim bir tane kupa kasma taktiği var. Bir nəfər bull seçir, bir nəfər də Willow seçir. Sonra Willow onların gücünü kontrol ederek onları bull'un yanına getirir. Bull da onları vurur öldürür. Sen gözle Willow. Aha. Willow varsa mən bir dənə bul, amma kupa uyğun Bunu olmur. hesaplaşmada eləmək lazımdır əsasən. Amma bir dənə problemimiz var, kupa uyğunluğu yoxdur. Bəli, kupa uyğunluğu yoxdur. Mən niyə bu kostyumu seçmişəm? Bu kostyumlar ola. Məndə 2 dənə Viking Bull var. Çox məntiqli. Dostlar, istəsəniz kanalımın digər videolarına baxa bilərsiniz. Kanal deyəndə də kanala abunə olubla videoya like atmağı unutmayın. Dostlar, indi mənim ulti qatmam lazımdır. Amma adamı tapaq gərək. Dostlar, mən indi Emzə biraz vurdum. Emzin gözünü qorxudam ki, gərək. Emz biraz uzağı qaçsın. Dostlar, Aha, mən Emzə qəşəng. öldürdüm. Mən ulti inşallah. qatmaqdansa. Mən hələ ki 0 hasar vermişəm. Oha, gəlin, qala, gəlin. Mən deyəsən 0 hasarla birinci olacağam. Yox, 0 hasarla olmadı. Dostlar, indi mən vururam, öldürmüş. Dostlar, taktiği eləməm. Qaç. Hayda. Dostlar, mənim 15 yüküm var. Ölsən yüz yaram dostlar. Dostlar, digər mən doğulam ki taktika iş görməyə başlasın. Dostlar, mənim həm də hələlik bir ulti kasmaya ihtiyac var. Adam aşağıdan gəlir. Ha bu adam gedib map'in o birisi tərəfindən çıxdı. O nə tərişdi? Əslində onları sadəcə düzgün qıraq seçmədi özü üçün. Dostlar, mən yanlışlıqla ultini səhv yerə vurdum. Hop. Bu Leon Dostlar, indi mən. mənim kim oldu? Dostlar, Bu dostlar, indi dayan, mən belleyi gətirirəm sənə. aha, gəl yavrum, gəl. 5'ə 1. Hans xaşa məndədir. İndi baxaq görək. Aha, suş açılır. Çınq. Məndə süper ender yıldız açıldı. Aha, sushidən 50 altın yazdı. Çox qəşəng. Şimdi biz bu kompdan Dostlar, devam dayan, edəyək. deyəsəm bir neçə kombomuz daha olmalı. Hə, dostlar, tapdıq. Dostlar, deməli mən Glover istəyirəm. Yana da bir dənə tank gəlməlidir. Yani dostumun seçtiği de tank karakterdi. Dostlar, necə edirik? Glover'da daha fazla güven aksesuarını alırsınız ve dostunuza sinyal bağlayarak ona can basın. Eğer dostunuzun canına bak belə deyim 2000'lere 3000'lere düşse o zaman siz ona can bassınız ve daha fazla
liman aksesuarını basarak ona daha çok toplu can verirsiniz. Onda bu qəşəng iş görə bilir. Mən bildiyimə görə aksesuar basanda daha hasar da daha çıxartmalıdır. O daha saatla liman aksesuarını basanda hasar da tutulabilirsin. İndi biz belə baxlı gedək. Dostlar Tınk mənim tınk. karakter de balık kimi kollarını açıbdır. Özünü çirkin hesab eləyir bu adam. Glovebird. Ermənistanlı adam var. Sən gəl görmə bura. Dostlar El Primo korkusundan kaçır. Mən Aa bu dostlar bu Ermənistanlı Aha, görməsin bura. Elə ona görə onu. Elə ona görə onun dalını buraxmadım. Aa ben öldüm. Dostlar Globert olmayanda biraz bu O işler Spike var. Antidir biraz. sıkıntılı. Koş. Dostlar indi ben geldim. Gelmediğine bağlı. Aha lap. Oo, çox qəşəng. Çox sevindirici haldı bu mənim üçün. Dostlar bu aksesuar sayesinde Gözü. resmen ölümsüz oldum. Mən inşallah bunu... Məncə Cordelius'la bir dənə gölcə alemi savaşı eləyim. Dostlar dayanın. Haydi arxamı çevirin. Aha. Dostlar ben gölgeler alemine aldım. Gölcə alemini aldı. Heh dostlar tuttum bunu. İndi bir daha problemimiz var. Biz bu Spike ve hayda. Aldım Spike'ı. Hayda. Dostlar ama işe yaramıştı bu kombo. İşe yarıyor. Bu qəşəng də deyil, biraz Glovebird, biraz pisdir. Ben dostlar son vaxtlar gelen karakterler biraz zayıf olur tabii ki Pierce hariç. Pierce biraz güçlüdür. Dostlar hesaplaşmada mağara arası haritasına 8-bit'te girseniz yaşangi olur. Ben 8-bit'te girmiştim 8 adam öldüm neredeyse. Düzdür. Dostlar savaş topunda da en yaxşı karakterler Edgar olur. Edgar onsuz qəşəngdir. Edgar'a söz yoxdur. İndi belə eləyək də karakter olaraq bir belə sən Stutes, mən də bir də veya biz 400 kupaya melodi seçə bilərəm. İndi baxaq görək axırımız nətər olacaq. Qarşımızda biraz güclü adamlar oxşur, amma çox da güclü oxşamır. Hansı kupadan da bilinir. Tınk. Bu adam nasıl ölürdü? Kalkan basmıştım. O hara gedir? Hayır, bana gidiyor. Tez bir dənə aksesuarla gir. Hayda, qalxan bastı, qaçım gəlir. Adamı zəhərinə öldük. Bu biraz pis oldu. Hayda uçdan ulti adam üçün olmaz. Əsas o da öldü. Mən tez bir də emoji basım. Dostlar, indi biz bu Tez bir də buradan hoppandır. Dostlar, ben bu Frank'ı öldüreceğim. Maraton yürüdüm. Dostlar, artık ben bir... Gol attım. Palyaçonu bastım öyle olanda o ne tepki mən başır mənim. Dostlar, benim ultimin olmasına atladım. Hop. Frenki kudurttuk Frenki. Uydu. Bax görək bizim eş ata biləcəkmi? Ninja həqiqətən də ninjalığını göstərərək işini yerinə yetirdi. Dostlar, son maç olaraq da bu təzədən bu Mega Angelonu oynayaq. Və mənə maraqlı olan bir şey var. Buradan yazardılar bayram bossu yazır. Ben dostlar, o süperdi. Burada uçub qaçan vuran seçməliyik. Uçub qaçan vuran nə var ki?
Dostlar bir dəqiqə. Hələlik mənim dostum danışsın. Mən 1-2 dəqiqəyə gəlirəm. Dostlar, bura blokda qəşəng gedə bilər. Sadəcə biraz diqqətli oynamaq lazımdır. İndi burada bazı şeyləri axtarmaq da lazımdır. Bu əslində o qədər də pis keçməyə bilər bəlkə. Dostlar 2 dəqiqə mənim bir işim olmuşdu, gəldim. Aha, gəldik. Larry ilə Lovren yoxdur yax bir dənə. Dostlar elə Larry ilə Lori demişkən yanında məsələn robotu, ayısı falan olan karakterlər seçilə bilərsiniz. Yəni tarihçiləri olan Larry, Lovren, Bəli dostlar. sonra Nita kimi karakterlər, tarix çağıran və ya. Dostlar amma həm də o seçəcəyiniz karakterin ultisi tez doğmalıdır ki avantajlı olasınız. İndi bunda əslində yəni bunun hasarı dəhşət olacaq böyük ehtimalla. Hayda adım bunu. Dostlar. Aha. Dostlar əsasən Ayda bunu sevirəm. Bu ışınlanır mərkəzinə. Dostlar əsasən də bu Lady ilə Lori'nin süper olanda 3 nəfər olaraq vura bilirsiniz çoxlu. Hətta komanda yoldaşı ilə bir yerdə 4 nəfər olduq. Bəli dostlar 4 nəfər olaraq da baya güclü. Yəni bu da çox qəşəng olur. İndi baxaq görək nə olacaq bu işlərin axırı. Dostlar deyəsən sağ olun dostlar. Yarıda kəsilməli oldu video. Sağ olun. Sağ olun dostlar. Tamam. Sağ olun.